Yanvarın 20'sində Azərbaycandan Ukraynaya 1 milyon Amerika Birləşmiş Ştatları dolları həcmində humanitar yardım göndərilib. Azərbaycan tərəfindən Ukraynaya humanitar yardım məqsədilə nəzərdə tutulmuş elektrik avadanlıqlarından ibarət növbəti yük Sumqayıt Texnologiyalar Parkının ərazisindən yola salınıb. Yardımın göndərilməsi Azərbaycan Prezidenti İlham Əliyevin 2026-cı il 16 yanvar tarixli sərəncamına əsasən Energetika Nazirliyi tərəfindən təmin edilib. Humanitar yükün tərkibinə ümumilikdə 16 ədəd alçaq gərginlik paneli, 11 ədəd generator, 5 ədəd transformator və 27.000 metr kabel və naqil daxildir. Ukrayna tərəfinin müraciəti əsasında təşkil edilən yardımın ümumi dəyəri 1 milyon Amerika Birləşmiş Ştatları dollarıdır. Qeyd edək ki, Azərbaycan bundan əvvəl də Ukraynaya elektrik təchizatı ilə bağlı humanitar yardımlar göndərib. Azərbaycanın Ukraynaya göndərdiyi ümumi humanitar dəstək, o cümlədən bərpa və yenidən qurma yönümlü yardımların ümumi dəyəri artıq 45 milyon Amerika Birləşmiş Ştatları dollarını keçib.